Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Allah'ın izniyle bir qəşəng mövzu haqqında danışmaq istəyirəm. O da Qədir gecəsidir ki, Qədir gecəsi dinə görə istəməliyik. Dinimizdə xeyir əldə etmək üçün istəməliyik. Dünyamızda xeyir əldə etmək üçün yox. Mə'nə xeyriyyəti Leylətil Qadr, Qədir gecəsinin xeyri əldə etmək mənası nədir? Necə ki, Ənəs radiyallahu anh'a gələn əsərdə buyurulur ki, Əl-əmələ fi Leylətil Qadri və sadaqatu və salatu və zəkatu abtalu min əlfi şəhrin. Həqiqətən Qədir gecəsində işlədilən əməl, istər sədəqə, istər namaz, istər zəkat olsun, 1000 aydan, başqa ayda işlədilən 1000 aydan üstündür. Və buna İmam Bədisi, Abdülhamid Bədisi rahiməhullah gözəl açıqlama verir və buyurur ki, Bəyyənə həzəl əsəru fi mə'nəhə əsərun kəsirə ənə xeyriyyətəl Leylətil Qadr raciətun lə təbdili tə'ətə fiyhə amel-i salih alə qeyrihə minəl-ləyəyl vəl-əyyəm. Bu əsər və bunun mənasında olan başqa əsərlər həqiqətən Qədir gecəsi barəsində xeyrin qayıdış yerinin həmin gecədə işlədilən salih əməldir. Başqa günlərdən daha əfsəl olmasıdır. Yəni gecəni salih əməl işlətməkdədir və başqa, necə ki, başqa gecələrdən və günlərdən işlədilən əməllərdən daha üstündür. Həzə yufidə ənə musliməlləzi yətətəlləbu Leylətil Qadra innəmə yətətəlləbuhə liyə'mələ salihən və yəcuddə fi ibadə. Bu da o müminə fayda verir ki, yəni Qədir gecəsini tələb edən müminə fayda verir ki, burada salih əməl işlətməyi tələb etsin. Tələbkarlığı ondan ibarət olsun ki, yəni salih əməl işlədir və ibadətdə çalışqanlıq göstərsin. İbadətlərdə çalışqanlıq göstərsin. Fəl-mu'minu innəmə yətlubuhə lid-din lə lid-dunya. Və mömin Qədir gecəsini dininə görə istəməlidir, dünyasına görə yox. Və qad səbətə fi sahiheyni an Əbi Hureyrətə radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi və səlləm qal. Ki səhihdə sabit olmuşdur ki, Əbu Hureyra radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini buyurur. Mən qamə Leylətul Qadri imanən və ihtisabən qufira ləhu mə təqəddəmə min zəmbi. Kim Qədir gecəsini iman ilə və əcrin Allahdan umaraq, qiyamda əcrin iman ilə, qiyamda və iman ilə və əcrin Allahdan umaraq keçirərsə, onun keçmiş günahları bağışlanır. Bu da nədir? Qədir gecəsində salih əməlin işlədilməsinə bizi ən çox təşviq edən hədislərdən biridir. Və şeyx sonra davam edərək buyurur ki, Əd-du'a'u Leylətil Qadr. Qədir gecəsində dua etmək. Bu da ən əfsəl əməllərdən biridir Qədir gecəsində işlədilən. Ani Aişətə radiyallahu anhə ənəhə qalət ya Rasulallah, in vaqaftu Leylətil Qadr əmə du'u. Ayşə namaz Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ey Allahın Rəsulü, əgər Qədir gecəsinə müvəffəq olsam, yetişsəm, çatsam, nə dua edim? Qalə və quli. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, deginəm, Allahümmə innəkə afuvun tuhibbul afvə fa'fu anni. Bunu da Əhməd, Tirmizi və Nəsəi və İbn Məcə və Hakim rəvayət etmişdir bu hədisi. Və şeyx buyurur ki, Leylətul Qadr min avqat istəcəbə fəyənbəği lil-mumin ən yəktürə fiyhə minəd-du'a. Bilmək lazımdır ki, deyir ki, bilmək lazımdır ki, Leylətul Qadr qarşılıq, dualara qarşılıq verilən vaxtı və mömin duaları çoxaltmalıdır. Və bundan dolayı və lihəzə səələt Aişətə radiyallahu anhə an siğətə tədvbihə tilkəl leylə. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmdən Ayşə anamız ona bir dua siğası, bir dua öyrətməsini tələb edir. Bir dua forması tələb edir.
Və Peyğəmbər sallallahu aleyhi və səlləm də zövcəsinə, ən çox sevdiyi, istədiyi zövcəsinə gözəl dua öyrədir. فيتعين أن يكرر المسلم هذا الدعاء ليلة القدر وأن يفضله على ما سواه. Və deyir, müsəlmana vacibdir ki, bu duanı təkrar çoxlu Qədir gecəsində desin və başqa etdiyi dualardan daha əfsəl görsün və daha önə çəksin. Niyə görə? Li'annahu lafzu afdal xalqillezî allamahu li ahabbi zevcatihi. Ona görə ki, bu ləfz Peyğəmbər sallallahu aleyhi və səlləmin ən əfsəl xalq, yəni yaradılışın ən əfsəli olan, ən fəzilətlisi olan Peyğəmbər sallallahu aleyhi və səlləmin ləfzidir, sözüdür və onu da öyrətdiyi, bu öyrətdiyi sözü isə ən çox sevdiyi zövcəsini öyrətmişdir. Yəni bəşərin ən xeyirlisindən ən çox sevdiyinə öyrətdiyi bir duadır. Şeyx buyurur ki, daha yaxşıdır, daha gözəldir, bəlkə vacibdir ki, yəni hər kəs bu duanı başqa dualardan önə çəksin. Sonra buyurur ki, ثُمَّ هَذَا يُؤَكِّدُ مَا قَدَّمْنَاهُ مِنْ أَنَّ لَيْلَةَ الْقَدْرِ تُرَادُ لِلدُّنْيَا لِلدِّينِ وَلَا لِلدُّنْيَا لَا لِلدُّنْيَا. Və sonra da təvkid olunur ki, bunlar keçən şeylərdən dünya, Qədir gecəsində dünya istənilməməlidir, axirət istənilməlidir, din üçün əməl etmək lazımdır. وَكَثِيرٌ مِنَ الْأَوَّامِ يَتَمَنَّى لَوْ يَعْلَمُ لَيْلَةَ الْقَدْرِ لَا يَطْلُبُهَا بِهَا الدُّنْيَا. Deyir, çoxlu avam insanlar var ki, arzulayırlar ki, kaş ki, Qədir gecəsinə yetişib, orada dünyanı tələb edərdik. Yəni, Qədir gecəsinə yetişməkdə Allahdan əfv diləmək deyil, bağışlanmaq diləmək deyil, əksinə nədir? Dünya tələb etməkdir. فَلْيَتُبْ إِلَى اللّٰهِ مَنْ وَقَعَ لَهُ هَذَا الْقَطْرُ السَّيِّئِ. Deyir, kimdə bu hal baş vermişdirsə, bu pis fikir axılına gəlmişdirsə, bundan Allaha dönsün, tövbə etsin. فَإِنَّ اللّٰهَ يَقُولُ فِي كِتَابِهِ الْعَزِيزِ. Allah Subhanahu taala kitabında deyir: "Mən kana yuridu harsal axirə nəsiz lahu fi harsi." Kim axirət istəyərsə, istəyi axirət olarsa, onun axirət hərisliyin artırarıq. Və mən kana yuridu harsad dunya. Kim dünya istəyərsə, dünya həris olarsa, nu'ti minhə və mə ləhu fil əxirətə min nasib. Ona istədiyindən verərik, dünya istəyindən nəsə verərik və onun axirətdə heç bir payı, nəsibi olmaz. Və kəsirun minəl əvvəm ya'taqidun fi ba'd buyutat ghaniyyə ənə müəssiz zəlikəl beytirə leylətul qədr fəsəlallahu an yec'ale maləhu və nəsləhu xeyran min məlin nəsi və nəslihim. Fəkənə zəlik. Və insanlar çoxsa evlərə baxır, imkanlı şəxslərin evlərinə və o evləri təhsis edənlərə və sonra belə dua edirlər ki, bu adam Qədir gecəsinə yetişmiş və Qədir gecəsində bu mal, dövlət və nəsil əcabət istəmişdir, ona verilmişdir. Sonra yəzəmlə həzihi məziyyəti dünyaviyyə. Sonra bu dünya bunu dünya üçün bir məziyyə edirlər, dünya üçün, dünya istəyi üçün edirlər bu gecəni. Dəlilən uləyidə dəlikə dəyi və salahı zürriyyəti və ona da dəlinə getirirlər o adamın zürriyyətinin salih olması və s. bu kimi şeylər. Lakin Ayşə anamızın hədisi bizləri öyrədir ki, və həmçinin Allah Subhanahu bu ayəti öyrədir: "Mən kana yuridul harsal axirə." Kim axirət istəyirsə, nazın, nemətin, hərisliyin və mə fi mə'nə zəlik minəl ayət və bundan bənzər ayətlər, hədislər çoxdur. Şahiddir ki, bunlar hamısı ona şahidlik edir ki, dəlildir ki, həqiqətən bu insanın, dünya istəyən insanın etiqadı zəifdir. Və ənə fərqə beynət taqiyyə və fəcir huvə iqbəl aləl əxirə av iqbəl aləl dünya. Burada müttəqi ilə, Allahdan qorxan qulla, facir qulun, uzun qulun arasında fərq odur ki, Allahdan qorxanlar axirətə üst tutar, dünya əhli isə nəyə üst tutar? Dünya üst tutar, dünya istəklərini üst tutarlar.
وَلَيْسْنَا نُنْكِرُ عَلَى مَنْ يَطْلُبُ الدُّنْيَا بِأَسْبَابِهَا الَّتِي جَعَلَ اللّٰهُ تَعَالَى Şeyx deyir ki, biz dünyanın səbəbi ilə istəyənləri inkar etmirik. Demirik ki, dünyanı istəməsinlər. Elə Şeyx deyir, bizim sözümüzdən bu çıxarılmamalıdır. İnnəmə nunkiru alə mən yakunu hammuhu dünya dunəl əxirə. Biz o şəxslərədir ki, qəsdimiz, yəni onların istəyi, gələcəkdə həyatlarına baş verəcək istəyi ancaq dünyadır, axirət deyil. Hətta bu kimi böyük bir gecəni axtarışında, Leylətül Qədr gecəsinin axtarışındadırlar ki, o Qədr gecəsində dünyanı istəsinlər. Axirətdən qafildilər. ثم يعتقد أن من نال ثروة الدنيا بغير أسباب ظاهر لديه فإنما ذلك لولاية والدعاء لله. Sonra da elə fikirləşir ki, həqiqətən bu dünyada zəfər qazanmağın, sərvət qazanmağın nədir, səbəbi nədir? Qədr gecəsində olan duadır. Lakin Qədr gecəsi ən böyük fürsət Qədr gecəsində insanın bağışlanmasıdır, insanın əfv olunmasıdır. Peyğəmbər sallallahu əleyhi və səlləmdən Ayşə dua tələb etdi. Hansı duanı edim? Bağışlanmaq üçün, əfv olunmaq üçün və Peyğəmbər sallallahu əleyhi və səlləm də ən cəm və ən gözəl duanı öyrətdi Ayşə anamıza. O da ki, Allahümmə innəkə əfvun tuhibbul əfv anni. Allahım, həqiqətən sən əfv edərsən, əfv etməyi sevirsən, məni əfv et. Və sən də bir şeyə qeyd etmək istəyirəm. Bəziləri görürsən, bəzi qardaşlar duada Allahümmə innəkə kərimun sözün əlavə edirlər. Kərimun sözün hədisin heç bir gələn sənədində yoxdur. Bu sonradan kitab tabiblərinin, yəni əlavə olunan, kitab tabiblərindən əlavə olunan bir sözdür. Yəni kimsə müvəffəq olmaq istəyirsə, necə ki, Peyğəmbər s.ə.v örgədib, necə ki, Ayşə anamız deyib o duanı, o da Allahümmə innəkə əfvun tuhibbul əfvə fə'fu anni duasını bu günlərdə çox açsın. Allah s.ə.v bizi Qədr gecəsinə yetişən qullarından etsin və Qədr gecəsinin xeyrindən bizləri məhrum etməsin. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammed.